Narınc xanım bizimlə bərabərdir. Narınc Psixologiya Mərkəzindən dəvət edirik bura. Yenə deyirəm gün o gün olsun. Allah qoysa Məsudumla Elnarımız üçün bu cür yüksək əhval-ruhiyyədə hazırlaşaq və elçi gedək sevdikləri qızların qapısına. Bu çox önəmlidir. Mənə yaxşı mesaj gəlib. İndi onu təqdim edəcəm. Bəy gəlinə toy günü bir hədiyyə var. Bizim doktorların biri tərəfindən mesaj yazıb indi mənə. Sizə oxuyacağım. Amma bundan öncə Narınc xanıma Sevdagül xanım müraciət edib. Sevdagül xanım, mən sizin niyə müraciət etdiyinizi yaxınlaşın. Oxuyanda dəhşətə gəldim həqiqətən də. Belə başa düşdüm ki, insanlar bəzən yaşayaraq cəhənnəm əzabı çəkirlər. Çünki yata bilməmək nə demək? Yatanda, yuxuda deyirsiniz, bəlkə də çox fikirləşirsiniz deyə ən çox dünyasını dəyişmiş qohumlarını görür və hövlanak yuxudan oyanır yenə də. Adamın nə yuxusu, nə əsəbi yerində deyil. Daha sonra ümumiyyətlə son vaxtlar heç vaxt yata bilmir və qulağına səslər gəlir. Bunlar həqiqətən də çox dəhşətlidir. Başqa nə şikayətlərim var? Mən başım ağrıyır çox. Başınız ağrıyır. Aha. Mən həmişə başı örtülü. Başıma aça bilmirəm. Qulaqlarımda səs, başımda... Mikrofonu yaxın tutun. Başımda səs, qulaqlarımda səs, gecə yata bilmirəm. 4 ildir, 5 ildir mən bu vəziyyətdəsin. Bu vəziyyətdəyəm. Gözləri də görürsünüz, necə qan çanağı kimidir, bəli. Bu dənənim dururam, belə. Yıxılacaqsınız sanki, eləmi? Müvazinətinizi itirirsiniz. Qəbul eləyirəm. Gün ərzində nə qədər, məsələn, axşam nə qədər yatırsınız? Heç yatmıram. Heç. Yəni, insan heç yatmadan necə yaşar? Bu dəhşətlidir, həqiqətən. Heç nə. Necə bəs siz gün ərzində insan yəni bir yuxusun 2 saat, 3 saatda yatmalıdır? Gözünüzə baxın, əməlli gözlər də açıqdır, görürsünüz necədir, həlqəsindən yana doğru. Bu yuxusuz olan gözlərin görüntüləridir. Gözün nuru yoxdur bu dəqiqə. Gözləri axır sanki hiss edirsiniz. Mən deyirəm, o necə ayaq üstə qalır, müvazinatını itirmir? Yol gedirəm, yıxılıram. Gərək haradasa biraz oturam, dayanam sonra. Avtobusda gedirəm, ürək bulanma, baş ağrısı, halsızlıq. Təsəvvür edirəm. Yəni, burada kömək lazımdır özdə Narınc xanım, belə əməlli başlı köməyi. İnanın, yəni şəkəri yoxdur, xüsusi bir fiziki problemi yoxdur. Yəni əslində bunları adam sağlam yata bilmir. Səsküy, ağrı, qorxu. Və yuxu düşünün ki, bu telefonun necə şarjı kimi biz insan da elektrik, enerji yapmalıdır. Bu adam enerjisiz yaşayır. Necə olacaq? Bəlkə də onun kimi xeyli adamlar var, biz bilmirik. Və onun yaşında bir adam 10-12 saat yatmalıdır əslində. Daha çox gənclər 8 saat. Siz heç ümumiyyətlə demək olar, dirsə yatmırsınız. Amma bugün şəkər normada, bugün o biri problemlər, bu gedişlə bütün problemləri ortaya çıxarar. Narınc xanım, ona görə hər tərəfli kömək lazım olacaq burada. Baxa bilərəmmi o başa? Bu qırmızılığı görürsünüz nə vəziyyətdədir. Bir bura baxın. Alfası çox nadirən gördüyümüz baş görüntüsüdür. Yuxu dalğası yox dərəcəsindədir. Alıngiz baba masmavidir. Yuxu dalğası yoxdur bu adamın. Çox aşağıdır göstəriciləri. Alfasız çox yüksəkdir. Ona görə ağrılar, qulağında gürültü, vızıltı kimi də eşidə bilərsiniz. Bax, onlar hamısı verən bu sənin alfanın çox yüksək olmasıdır. Necə ad boya düşürür, başımda elə bir səs. Uğultu hiss edirsiniz. Gürültü, xışıltı, təkrarlanan səslər. Beyninə döyərmiş kimi o səslər. Biz buna tinnitus deyirik, yəni qulaqda olan bu tipli səslərdə əslində dediyim kimi təzyiq deyil, şəkəri yoxdur, yəni fiziki olaraq problemimiz yoxdur, amma bunları yaşayır. Yuxusuzluq onu həyəcan yaradır. Bax, depressiyası var, həyəcanı orta ağır dərəcədə yüksəkdir. Çünki bədə inanın, biz 2 gün yuxusuz olanda, yuxumuzu ala bilməyəndə necə özümüzü pis hiss eləyirik. Sanki elə bilir, biz ona deyirik, deydirim. Yəni, gedərsiniz. Yuxulu kimi oluruq. Gün içində yuxulu olur. Hətta gözü yol çəkmə olur. Bir neçə dəqiqə, bir neçə saniyə, bir nöqtəyə baxırıq. O xanım da orada oturanda gözü yol çəkir. Mən bir də görürəm tam fərqli və qeyri-ixtiyari baxış. Beyin sönür, zərətqə yığmalıdaq elektrik. Sönür bir neçə saniyə, yığır ki, biraz işləsin. Yenə sönür, yəni axşamlar yəni, bu elə bir durumdur ki, burada psixoloqla söhbət təsirini göstərmir. Burada hər tərəfli bir hücuma keçəcək. Psixoloqla, həyəcanla, depressiyasını işləyəcək. Bir mənalı. Bu ölən insanları görür yoxsunda. Məsələn, yox, biraz da yatanda kabuslar görür, belə deyə. Bunun səbəblər, çünki itkilər yaşayıb, yoldaşı xəstəliyi var, əziyyət çəkir, ona baxır. Yəni, müəyyən sıxıntıları çoxdur. Bu psixoloq tərəfi. O psixoloji tərəfidir. Amma aparatla alfasız çox yüksəkdir,
qırmızıdır. Onu Bunları salacaksınız. yaşıllaşdıracaq Tamam. bəli normaya. Yuxu dalğası demək olar ki 0.5-dir. 0.5-i biz inanın çox zaman qazilərimizdə, çox ağır travması yaşayan insanlarda görürük. Yəni nadir bir qruplarda var ki bu. O da o Hal-hazırda bəli ondadır. Amma bizə mənə bir ay bəs eləyəcək. Bircə ay? İnşallah, bəli. Bir ay. Jalə hardadır? Orada çəkirsən. Mən o həmişə burada olur. Jalə, bir ay sonra mənim yadıma sal bu görüntüləri verib sonra təkrar. Özdə həftədə 3 dəfə gələcək. Yəni demirəm ki, hər gün olacaq. Yəni mənə bir 15 seans, Siz onun mənə nəticəsini göstərin. Mən buradan bütün yuxu yatmayanlara müraciət edəcəm ki, gedin narınç xüsusi yuxu aparatı var. Sırf yuxusunu korreksiya eləyəcəm inşallah ki və aradan qalxıb gülər üzlə. Mən də yuxu qaçanda gələcəm yuxu aparatına. Hərdən mən də yata bilmirəm gecələr. Beyin danışır dayanmadan. Gələcəm o. Beyin danışır, eləmi? Bizdə də olur, bizdə də olur. Yüklənir, nə etsin bu beyin? Mən sizə əmanət edirəm və bilirəm ki, ən ağır halların belə siz öhdəsindən gələcəksiniz. Özünüz, peşəkar və komandanızla gözlərinin də qan çanağı olmadan yaxşı yuxu götürmüş belə yüksək əhval-ruhiyyədə gözləyəcəm sizi bir ay sonra. Yaxşımı Sevda Gül xanım, o üzünüzdə güllər açanda mən sizi burada yenidən gözləyəcəm.